Bu gün naxara kimi işləyirsiniz də? Yox. Naxara kimi. Qolama məni, xahiş edim. Bölünə deyirəm. Bölünə deyirəm. Qolama məsələsi deyil, gələcək indi. Kim? Qardaşım qayıdıb Moskvadan. Niyə? Polislərin xəbəri olmalıdır. Uşaqların itibilsən, necə polislərin xəbəri olmamalıydı? Durmuşsan? Sən buradasan. Neyini? Evə getməliydin. Düş, səni aşağıda gözləyirlər. Mən sənə təklif eləmişdim. Bizim kimi ailələrə ehtiyacı olan minlərlə uşaq var. Götürə bilərik. O mövzunu danışdıq da, xahiş edim. Danışdıq ki, yəni. Sinan! Sinan! Qardaşın da öyle. Sinan! Çəkəla. Deməli, mənim bacımla sən bir yerdə yaşayırsan, cındır. Hə? Belə Avropalaşmışsınız, Amerikansk ailəsiniz. Sinan qurbanım, başa sal. Sən bu ye. İcazənizlə gedim ofisə, orada yarımçıq qoyduğum işlərim var. Həll edeyim, sonra tezdən qayıdarım. Çünki mən bilmirdim, bu qədər uzanacaq. Alar? Yaxşı, mən dəqiqləşdirib sizə deyərəm. Ha, burada gözləyəm. Alo? Sizin kimi bir qeyrət, bir namus özündən bir xəbər halə görmədim də mən. Nə? Bu neçə gündür özümə qərar vermək istəyirəm ki, siz bu uşaqlara layiqsiniz ya yox. Az bir müddətdə bir yerdə olsaq da, neçənci dəfədir biz bərabər oluruq. Mən sən nə vaxt yox demişəm. Bilirsən ki, bu məsələ də okeydir. Qapını bağlayırsan? Bilmirsən, tələsik gedəndə nəsə yadından çıxacaq? Mərtəbəni təyin edə bildik. 10-cu mərtəbəli 9-cu mənzil. Nəyi gözləyirik? Nəyə gözləyəcəyik səni? Biləm. Komandir, hazır olun, gedə bilərik. Aydındır. Dikkat, hücum grubu ilerledi. Mətin, sən Elmanla oturursan, nə olursa olsun, nə eşitdirsə buradan tərpənmirsən. Sənə tapşıram, yaxşı? Bez problem. Buralar tanış gəlir axı mənə. Ola bilməz. Mən burada olmuşum bugün. Erman. Xahiş edirəm. Yox, olmaz, olmaz, Erman.
Yox, mən o evə keçməyəcəm. Artıq mən Olmaz, keçməliyəm o evə. Dur, başa sal da. Otaqlar təmiz, sanitar qovşağında bir ölü. Bəli, bəş. Buyur, buyur. İçəri təmizlik keçin. Rauf, biz bu qızı dindirməliydik. Adı neydi onun? Xanım. Saklan onu, saklan. Elman, sen bu evin yasını tanıyorsan, solma cevap ver. Bəli, Sen olmuşsan bu evde. bəli olmuşam mən. Mən Qandalıyın. Rauf nədir? İdarede danışarak Elman. Aparın aşağı. I see the shadows on the ground. It seems to me they're back again, back again. My brain's now falling apart. It's time to come and break again. Every endless day. Rəna! Anqırma, buradayım. Nədir? Kim idi mənə vuran? Rauf, Rauf kimdir? keçmiş rəisim. Sən başqa. Keçmiş rəisinlə eyni evdə qalırsan sən? Hə? Qaçmıyor məndən. Oyla bir yerdə yaşırsan sən? Qara mənim basıncansın. Sən də görmə mənə dünən nə hardaydın, nə pox çəkmişdin, nə iyləmişdin. Hansı cəhənnəmdəydin. Söhbəti fırlatmayın, mənə sualıma cavab ver. Mənim 37 yaşım var Sinan. Mən evdə qalmış, özünü günahlamamış, atasız, anasız, narkoman qardaşı olan bədbəxt adamam. Sən bu halına mənə sorğu-sual edirsən. Poxdu ya, narkoman sən. Nə? Atam da demək istəyirdi. Mənə belə danışma ya, qoyaram şindən ağzını. Qələt eləyərsən sən, ürəyim necə istəyir, elə də danışaram, əlbi çək. Mən heç nə eləməmişdim, mən uşaqlarla viski içmişəm, mənim boynuma şey atma. Sən gəldin 2 saat deyildi, dünən pozunlandı bu, viski içib. Qoyunam da mən. Viskilə şeyin kayfını ayıracaq yaşdayım da mən hər halda. Yəqin yadından çıxıb mən sənin harada işləyirəm.
Mən sənin üçün uşaq deyiləm. Mən sizin söhbətinizə eşidirdim orada. Sən başa düşmürsən, o külü baş. O kim idisə sən fırladır barmağında. Birincisi sənin o kim idi dediyin adam mənim sevdiyim adamdır. İkincisi də niyə deməlidim? Oturub gözləməliydim, gəlib xeyir dua verəcək qardaşım mənə. Sən xəbərin var, yeni illə zəng vurursan sən mənə. Müharibə olmasa heç gəlməyəcəkdi. Hə? Belə istəyən çıxmısan sən məni? Sən başa düşmürsən məni. Mənim oyuna söhbətim yarıda qalıb. Qutarmır mənim söhbətim. Bir də siz haçandan müasirləşdiniz ya belə. Ha? Haçandan siz belə Avropalaşdınız. Onun da nə dəyişdi Azərbaycanda? 37 yaşım var, mənimlə bir yerdə yaşayır. Xərit cəhənnəmə sən 37 yaşım var. Kül sən təpəvə aysına. Boyumu yerə soxum səni. Bir dənə peysər çıxmağın qalmışdı. Də o da bacın elədi səni. Qırma qonşular. Darıxma. Olmadı səs və eşitdirmə. Qayıt dala tayın deyil o sənin, qayıt dala. Sinan! Hansı cəhənnəmdən gəldi axı bu çıxıb mənim başıma. Mən başa düşmürəm, o komendantı tutun basın mən. Rauf. Necə yəni bir dənə də kamera işləmir? Bunun harası Novostroyka oldu? Akimoykaların da kamerası var, indi. Rauf, bir dəqiqə sakit ol da, qulaq as. Sən dediyin o təzə Novostroykalardır. Bu Novostroykanın 16 yaşı var. O təzələr də gözə girmək üçün 100 dənə oyun çıxardırlar. Üstündən 3-4 il keçdi, komendantın putkasını da sökürlər. Nə lift işləyir, nə kamera, nə danışırsan? 9 mərtəbə bunların yanında şükürlü olur. Azabil, yan məhlə kameraları, dükkanlara quraşdırılan kameralar. Necəli bir kamera bloka baxmır? Uşaqlar baxırlar, yoxlayarlar, narahat olma. Hı? Yorğunsan sən. Belə də. Üzülmüsən, xəbərin var. Özün necəsən? Yaxşı, o qədər evdə tapılmırsan ki, laf sevgilin kimi gəlib iş yerimdə məndən hal-əhval tutursan. Sevgili deyilən? Sevgilimsən əlbəttə. Amma özümü lap tələbə kimi hiss elədim. Olar Nabat xanım. Üzr istəyirəm, narahat elədim. Yox, Sona xanım, buyurun. Yoldaşımdır, Zabel. Şahnaz xanım bacısı Sona. Biz tanışıq. Bəli. Ay, necə fikrimdən çıxıb. Nəysə. Yaxşı, mən gedim. Nəsə lazım olsa yazarsan da telefonu alaram evə gələndə. Yaxşı. Buyurun Sona xanım, keçin. Nə kömək edə bilərəm? Bilirsiniz, mənə məsləhətli check-up keçmək lazımdır. Son zamanlar özümü biraz narahat hiss edirəm. Aha, indi təşkil eləyərəm. İndi uzaq otağı boşalana qədər istəyirsiniz, bir əyləşin çay gətirsinlər deyim sizə. Yox, çay istəmirəm. Çox sağ olun. Aha, gözləyim. Sona xanım, nəsə narahatçılığınız var? Hə, bu qarın zonamda kəsici ağrılar var. Aha. Aygün, oradan uzaq otağını hazırlayın, indi mənim yaxınım gələcək. Aha, indi. Ən sağdan birinci desert zəhmət olmasın. Çox sağ olun. Sağ ol ki geldin. Qardaşıma görə yanında baş aşağı olmasaydım heç gəlməzdim. Gözləməyimdən danışmıram. Mənə minnət eləmərəm. Birincisi. İkincisi də niyə görə mənim yanında baş aşağısın ki? Sözün düzü xoşuma gəlməyə başlayıb. Yaxşı qayın çıxar ondan. Rauf. Ne deyirəm, toksiksən də, yəni. Sən kimdən oturub durursan? Valla, kimdən danışırsan, kimdən belə əsəbləşsən? Sən bizim bir yerdə olmamız, sonra da ayrılmamızı müzakirə eləmsən, hə Zabillə?
Nabat. Yox. Bravo. Rənam, mən sənə nə dedim? Demədim ki, səni sevmirəm. Demədim ki, gəl ayrılaq. Dedim ki, mənim ayağım o uşaq evinə dəyməyəcək. Hə, biraz sərt dedim onu. Çünki özüm özümə əsəbi idim. Ona görə yox ki, səndə ya məndə alınmır, fərqi yoxdur. Ona görə ki, mənim bəxtim niyə belə gətirdi? Niyə mən, niyə bizim hələm yaranmayan ailəmiz? Kəməl eləyək. Burada sigara çəkmək olmaz. Kəməl eləyək. Mən indi qarışıq bir işlə məşğulam. Çox çətin işdir. Sən bilirsən ki, mən işlə məşğul olanda mənim yanımda kimsə olmalıdır. Bilirəm fiziki indi mənim yanımda ola bilmirsən, amma heç olmasa anlat məni. Dinən ki, sadəcə dinən ki, yanındayım. Yəni, mən bir istilik hiss edeyim. İşdə olan anım şuur altında bir qayğım olsun ki, hardasa Rəna var. Nasıl da bilirsən də mən sənin yanındayım. Mən həmişə səninlə. Nə kömək lazım olsa yanındayım. Perivod alırsan yanına. Neyinirsən mən? Eşitmişəm təzə stul köməkçim var. Düzdür, cavan dəlin praktikaya ehtiyacı var. Amma mənə köməkçi lazımdır, mənim işlərimi görən. Sən lazımsan. Baxaq. Səni sevirəm mən. Bilirəm. El eləyə bilərsən, bu ilməklə qalasın. Ölüm səbəbi və ekspertizaya aid hər şey burada var. Baxa bilərsiniz. Biyoloji ölüm 12-14 saat əvvəl baş verib. Başının arxasından kütayətlə ölümcül zərbə alıb. 12-14 saat əvvəl. Aha. Biz Elmangilə zəngi saat neçədə qeydə almışdıq? 22-13-dən. 11-ə işlənmiş axşam, 10-da qız. Çoxdan ölmüşdü. O kütaləti təyin edə bildik. Hələ ki yox. Bilmirəm, yəni nə desən ola bilər. Çəkic, dubinka və yaxud da evdən hər hansı bir əşya. Zabir, barmaq izləri ilə necədir vəziyyət? Ev barmaq ilə də oldu. Cavablar çıxsın deyəcəm. Sağ ol ağa, yorulmayasın. Sağ olun. Aha. Hə, çıxmışıq. Gəlirik, hadi. Nə bileyim, mən 10-15 dəqiqə olarıq da orada. Çıxmışıq, hə. Hara girsən, sən? Nə, Xətai prokurorluğuna deyək də sənəd götürəcəm. Biz bu qızı necə gözdən qaçırdıq Rəza abi? Ayda, demədən onu da, mənim günahım deyə. Gərək həmin gün onu buraxmayaydım. Sən günahındır. Sən mənə dedin ki, 1 saatlıq qızın işi var. Mən dedim, bırax getsin, yorulmuşuq, sabah danışarıq. O pişi günahımızdır. Sən bu mafşi niyə gətirmişdin prokurorluğa? Nə olmuşdu orada? Mən Elmanı gətirməyə gedəndə dindirməyə. Hə. Koridorda ilə arvadını gördüm. Qanı qaraydı. Deyəsən dava eləmişdilər. Kim kimlə dava eləyirdi? Deyəsən, Elman bu qızla görüşürdü. Buyurun. Oyanıb Elman. Bədbəxt oğlu yatıb ki, səhərə kimi gözünün bir nöqtəyə zilliyib. Neynəyə, bəlkə onu açaq, buraxaq bir hava alsın. Hələm yox, hələm yox. Qoy hadisə yerindəki barmaq izləri ilə onun barmaq izlərini tutuzduraq sonra. Bu yazıq deyir ki, orada olmuşam da. Saat 8-də çıxmışam oradan.
Zabil, o indi, inan mənə, hər şey deyə bilər. Rauf, nə əlaqəsi var? Əlaqəsi odur ki, motiv yoxdur. Mən motiv olmayanda kör oluram, mən başa düşmürəm. Onun üzünü gördün sən. Gördün necə heyrətlə meyitə baxırdı. Yəni, bunu oynamaq mümkündür. Amma elə bil ki, nəyisə də gizlədirdi. Yəni, elə bil nəsə onun istədiyi kimi getməmişdi. Amma qızın ölümündən doğrudan da şokdaydı. Deməli, nəyisə bilir. Gedək də, gəl. Rauf. Bayaqdan açığı sənə bir söz demək istəyirəm. Bilmirəm, mən necə deyim. Belə deyək də, pis xəbərdir. Deyirəm, görək. Tamam. Akif müəllim qızın işini verir başqa müstəntiqə. İndi siz işləri ayırmışsınız. İndi Akif müəllim, mənə qulaq asın. Bu Elman, mənim şübhəli şəxsim. Bu öldürülən qız xanımla haqq-hesablaşırdı. Bunun həmin haqq-hesabdan sonra, çıxandan sonra qızı öldürüblər. Başa düşdünüz? Mənə elə gəlir ki, mən indi düşünürəm ki, elə özü öldürüb. Yalan deyir ki, mən o evdən getmişəm. Sonra səsini dəyişdirib, öz arvadına zəng eləyib, öz uşaqlarına görə pul istəyib. Bəlkə bunların arasında maliyyə problemi var, bəlkə bunların arasında bölmədikləri nəsə var. Gəl belə deyim, mən indi sizə deyirəm ki, bu Elman mənim əsas şübhəli şəxsimdir. Belə olar? Bu başqa məsələ. Axı, mənə belə deməmişdilər. Vəsiyo, deməli belə, bu işi ümumiləşdirin. Eldar gilə də ad boy. Çox sağ olun. Sağ olun. Şahnaz nə olub? Heç. Nəfəsimi dərmək istədim. Mənə düzündür, nə olub sənə? Göyə bilmirsən onu. Bilirəm, Onu bilirəm, amma indi Elmanla mübahisə eləməyə vaxtı deyil. Oqtay. Elmanı gecədən prokurorluqda saxlayıblar. Bilmirsən nə məsələdir. Niyə? Xəbərim yoxdur. Ola bilməz. Başa düşmədim. Yəni, nə bilim. Elə bir nəsə baş verir. Ürəyim yaman narahatdır. Baba, o Rauf müəllimin nömrəsi varsan da mən öyrənim. Allaha qurban ol. Bir dənə sabah pulu versək, balalarımın nəfəsini çəkərəm içimə. Başımı buradan götürüb getməsəm itin qızıyam. Sabah, bir dəqiqə, yəni, harda necə verəcəksiniz pulu? Mən verəcəm. Şahna, sən dəlisən, tək başına banditlərlə görüşürsən? Tək olmayacam. Sonra da məndən olacaq. Bəs Elman? Onun dedilər gəlməsin. Elə şey olur, bəs polis, prokurorluq nə deyir? Bu şeylə bıraxır sizi? Bilmirəm. Plan qurmamışam. Ver o Raufun nömrəsini mənə görür. Verərəm. Dəqiqələrdə elə bir sürünür. Sən Elmandan doğrudan şübhələnirsən, hə? Hər şey ola bilər. Prosta işləri ayırmaq nədir? Biraz bastım, bağladım, düzdür. Yaxşı, mən dindirmədə sənə lazımam. Yox, dindirmədə lazım olursan, sən bir də mənə deyilən ki, təkər izləri ilə bağlı nə var?
Onu xəbər eləyərəm də sənə. Belə nəzərində saxla sedandır, təkərlər ensizdir, Sovet maşındır. Oldu? Bəsdir, oldu. Görüşək. Hə, Mətin. Çatırsan? Çat da buradayım. İdarənin həyətində. Hə, gəl. Gəl. Olar sənə bir dəqiqə. Sözümü dinəm. İndi sistem işçisən, sənə çox şey eləyəmirəm də. Geziz başlayız ki, soxdular, yortdular, belə söhbətlərimiz var. Sonucu qısa danışacağım səninlə. Ola bilər indiyə kimi Rəna yanında heç kim yox idi, kimsəsiz idi, əlatsız idi, başa düşdün? Bundan sonra onun yanında 10 qardaşı var. Heç nəyə qarışmıram. Əvvəl aramızda nə olub, nə olmayıb, Rəna məktəb uşağı deyil ki, mən ona burada ukaska olub. Bildin? Bundan sonra səni onun yanında görməyim. Eşitdin mi? Sizin əsliniz qafandandır da deyəsən. Hə, eşidirəm, hə. Sən də erməni dilini bilirsən, yoxsa ancaq Rəna? Ay, bilə... Siz qutardan. 4 dənə erməni diversant tutmuşduq, basmışdıq içəri. 48 saat ağızlarına su alıb dayanmışdılar. Söz ala bilmirdik. Rənanı çayla göndərdiyin yanlarına başladı basmağa, bağlamağa ki, ay Amasyadanam, mən də erməni qızım. Məni burada işgəncə verirlər, nə verirlər, mənim erməni qardaşlarım, biz sizi ilə bir yerdə buradan qaçacağıq. Başladılar bülbül kimi ötməyə, bizə lazım olan məlumatdan da çox verirlər. Sən əminsən ki, sənin bacın Rəna əlacsızdır? Ana, sən ədəbiyyat müəllimsən? Bu nə ağıllı danışmaqdır ya? Onsuz Allah haqqı, mən beyni çat adamam. Qarnından soxub boğazından çıxardaram sən. Nə məsələdir? Nə olub ki? Nə olub, nə məsələdir? Abi, icazə ver özləri danışsınlar. Abi nədir, vətəndaş? Söndür maşını, sən bir dəqiqə söndür. Nədir? Biləm, konkret nə lazımdır reis? Bayıl uşaqlar deyirsiniz siz. 9 mərtəbə ya bayıl market. Necə bəgəm? Deyirsən, Natiq çox boş buraxıb ha. Söyüşlə danışmıyor. Sən saxla. Nə deməyim? Gəl gedək, sonra söhbət eləyərik. Yaxşı yol. Dostlarını çağırır. Gəl bax. Nə da? Soxmaq istəyir. Nə mənada? Belə itiliyibdir yalnızam, ya. Sən də 11-ci sinifi dünən qutarmısan, hə deyəsən? Gəl də, gəl. Çağırır dostlarını. Sual vermədi, zabir. Narkodelini də maaşı istəyir. Yox, sən fikirləşdin indi. Başlalarım sana. Yaxşı. Çox sağ ol, abi. Necə sıraf mən? Sağ ol, Əhmədsin. Sən necəsən? Yaxşı, gecikmədim. Yox, gecikmədin. Ən maraqlı nə baş veribsə dünən baş verib. Rauf müəllim, atam sizi yeməyə dəvət etmək istəyir. Məni? Hə. Sən bilirsən, indi soxa-soxda da Mətin. Heç yeri deyil valla. Rauf müəllim, nə olar? Hər gün məni sorğu-suala tutur. Necə gedir, necə alınır, bacarırsan ya yox. Səndən narahatdır. Çox. Söz vermirəm, bir şey fikirləşək. Yaxşı. Yəni, gedək, işlərimiz var. Mən hardasa 8-ə qalmış belə çıxdım oradan. Hara getdiniz? Evə. Amma evə bir saatdan geç çatdınız. Şahnaz xanımın ifadəsinə əsasən. Probkaya düşmüşdünüz? Yox, mən ora gedəndə taksi ilə getmişdim. Qaydanda dedim, biraz gəzişim, başım açılsın. Gəzi-gəzi. İlman müəllim, siz çıxanda şübhəli kimisə görmədiniz? Blokda, liftdə? Xeyr. Liftdə bir dənə qız uşağı girdi. Ya deyəsən, yuxarıdan gəlirdi. Elə bir yerdə düşdü.
Podiyezdə çıxdıq birinci mərtəbədə. Podiyezdə heç kim yox idi. Çölə demirəm də. Niyə bilmirsiniz? Çöldə yadınıza salın, maşın kimsə saxladı, bəlkə sizi gördü, tez maşına mindi. Nə bilim, tini buruldu. Salam əleykum. Salam əleykum. Dayı, burada yaşayırsınız? Yox oğlum, qonaq gəlmişəm. Yox, vallahi Rauf müəllim, mən başımı salıb gedirdim. Ümumiyyətlə, başımı qaldırmırdım ki, heç kim görməsin. Niyə? Belə yerlərə gedəndə adam bəs çəkinir də, heç kim görməsin. Necə yerlərə? Mən belə də tanımadığım, çujo yerlərə. Bazdığa. Bazdığa. Bəli. Bazdığa gedəndə çalışıram, heç kim görməsin. Elman müəllim, siz görüşdüyünüz qadınlar arasında ailəli olan olubmu? Aydın. Mətin, Elman müəllimdən sonra vaxt elə kənarda mənə son 3 il, 5 ildə görüşdüyünüz qadınların adları, soyadları lazımdır. İşimizə xatir çalışacağım, konfidensiallığı qoruyum. Təki bu cavablarım mənim balalarıma qovuşdursun. Nə desəz qəbuldur, razıyam. Ancaq inanın, mən oradan gedəndə xanım hələ sağ idi. Elman müəllim, o qız, balaca qız dediniz. Onu harda görmüşdünüz? Liftə. Liftə dedim də, yəni. O hardacısı yuxarıdan düşürdü. Əlində bir torba var idi. Onun diqqətimi çəkən fikirləşdim ki, marketə gedir. Rauf müəllim, mən o binaya qayıdım, o qızı tapım, bir-iki sualım var ona. Salam, adım Mətindir. Sən təsadüfən dünən axşam marketə düşməmişdin? Ana! Ana! Salam xanım, prokurorluqdanım. Buyurun. Sizin qızınıza bir-iki sual vermək istəyirəm, imkan varsa. Qızıma nə sual? Dünən axşam hadisə baş vermişdi aşağı mərtəbədə. Bilirəm. Yazıqlar, xəbərim var. Və eyni vaxtda sizin qızınız marketdə idi, düz demirəm? Bəli, mən göndərmişdim o qızına. Qızın adı? Mama Mələk. Mələk, sən düşəndə liftə bu əmini görmədin? Gördüm. Aşağı mərtəbədə düşdü də, hə? Marketdən nələr aldın? Duz, droş, kukuruz yağı, saç kraskası, servelat. Maşallah, yaddaşı yaxşıdır. Maşallah. Bir 10-15 dəqiqə oldun da marketdə, hə? Hə, bəlkə də az. Mən evdə idim. Bəs qaydanda heç kimi görmədin? Gördüm. Hə, neynirdi? Lift gözləyirdilər. Gözləyirdilər. Neçə nəfər idi? 2. Təsvir eləyə bilərsən, yadındadır mı? 2 əmi idi. Orta boyda. Biri ataya oxşuyurdu. Burasında da qılınc var idi. Hansı mərtəbədə düşdülər? Aşağı. Xanım, sizin ərliniz evdədir?
Xeyir işdədir. Şəkili var sizdə. Bəli, bəli. Göstərə bilərsiniz də onun zəhmət olmaz. Dəqiqə. Mələk, sən də oradan da mələksən, çox sağ ol. O əmini tapsaq, göstərsək səni, tanıyarsan onu. Buyurun, buyurun. Çox sağ ol, xanım. Mən sizin nömrəmi verim, siz bunu atarsınız da mənə zəhmət olmasa. Olar, olar. Yemin də çox sağ olun. Deyirsən ki, əgər Elman demiş ki, o markete düşdüsə, Elman gedəndən sonra qız qalxdı yuxarı. Yaxşı fərz edin, get. Elman, sən də get. Get yat, dincəl, sabah böyük gündür. Nəqlin ki, sabah artıq hər şey öz yerinə oturar. Alo, hə, nə bud? Heç nə işdən çıxmışam, gəlirəm, yoldayım. Necə olacam, yorğun. Gəlirəm, evdə danışarıq da. Davay, nəsə lazımdır? Oldu. Oldu. Rauf, Şahnazgil çatır ha, gözdə qulaqda olun. Elman müəllim, nə badə maşından düşəsiz. Oturun burada, sakitcə gözləyin. Gəldilər. Vur onu. Biz buradayıq, narahat olmayın. Təmkinli olun. Ətrafdakılar bizimkilər də üzlərinə baxmayın. Biraz tez açaq buranı.
Ora niye gittiler? Bilmem. Orada adamlarımız var. Elbette var. Ora haradır, ne de orada? Ha, düz yoldur da ne olacak? Hara gittiler? Düz gittiler. Orada adamlarımız 100% orada. Ha da rov vardı. Yaxşı işləyin də hələ, işləyin. 3 nəfər orada dayanıb bizimkilər. Bırak. At bıçağı! Tut onu! Tut onu! Təcil yardım tez. Buranın başqa giriş çıxışı var. Ha? Yuxarıda yoxla. Yuxarı Mete, yuxarıda yoxla. Elman, Elman, gel, gel. Gel misin? Sağ Elman'a gelme, param burada. Ne var orada Mete giriş var. Zabit yukarıda şabanımız var. Yukarıdan var, 2 merdiven. Təcil yardım al.